Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün ibtidai sinif müəllimlər üçün nəzərdə tutulan miq və sertifikasiya istiqamətli sınav 2-nin izahını verəcəm. Gəlin suallarımızla tanış olaq. Birinci sualda qeyd olunur ki, mürəkkəb feili birləşməni müəyyən edin. Biz bilirik ki, söz birləşmələri quruluşuna görə sadə və mürəkkəb olur. Əgər söz birləşməsi 2 əsas nitq hissəsindən ibarətdirsə, sadə söz birləşməsidir. 3 və daha artıq əsas nitq hissəsindən ibarətdirsə, mürəkkəb söz birləşməsidir. Mürəkkəb feili birləşmə axtarırıq. Yəni, ismi birləşmə olarsa götürməyəcək. A-da deyir, şəhərə tərəf gedərkən, bəli, feili birləşmədir, amma sadə feili birləşmədir. Çünki tərəf köməkçi nitq hissəsidir. Yəni, burada deyərsiniz ki, 3 söz var, amma 3-ü də əsas nitq hissəsi deyil. Tərəf köməkçi nitq hissəsidir. Şəhərin geniş küçələri bizə deyir, feili birləşmə olsun. Şəhərin geniş küçələri mürəkkəb söz birləşməsidir, amma ismi birləşmədir. Söz birləşməsinin ismi yoxsa feili birləşmə olduğunu necə müəyyən edirik? Əsas tərəfə diqqət yetiririk. Əgər əsas tərəf, yəni ikinci tərəf, feilin təsriflənməyən formaları, məsdər, feili, sifət, feili bağlama ilə ifadə olunursa, demək ki, feili birləşmədir. Adlarla ifadə olunursa, demək ismi birləşmədir. Burada da gördüyünüz kimi əsas tərəf adlarla ifadə olunub, küçə isimdir. Kitab yazmaq deyil, bu ümumiyyətlə söz birləşməsi deyil, cümlədir. Dosta yardım etmək, burada baxırıq ki, 3 söz var, amma diqqətli olmaq lazımdır. Ol, et, bilirsiniz ki, mürəkkəb feilin tərkibində işlənir. Yardım etmək mürəkkəb feildir, yəni bir nitq hissəsidir. Bəli, dosta yardım etmək feili birləşmədir, amma sadə feili birləşmədir. Dünən iclasda olanda doğru cavabımız olacaq Y variantı. Dünən iclasda olanda ol, et, bəli, bayaq qeyd elədik ki, ol mürəkkəb feilin tərkibində işlənir, amma ol müstəqil feil kimi də çıxış edir. Var olmaq, mövcud olmaq, yaşamaq mənasında işlənirsə, demək ki, müstəqil feildir. Yerinə söz bərpa edək, dünən iclasda iştirak edəndə. Gördüyünüz kimi, olmaq burada müstəqil feildir və feili birləşmədir, mürəkkəb feili birləşmədir. İkinci sualımızdan tanış olaq. Hansı nümunədə numerativ söz kəmiyyət fərqi yaratmışdı? Ümumiyyətlə, numerativ sözlər müəyyən miqdar sayları ilə aid olduğu ismin arasında işlənir. Bəli, təqribi qeyri-müəyyən miqdar sayları ilə ismin arasında da işlənə bilir, amma əsasən müəyyən miqdar sayları ilə ismin arasında işlənir. Kəmiyyət fərqi deyirsə, demək ki, say fərqi yaradan numerativ sözü axtaracaq. Zavodun 5 nəfər yeni işçiyə ehtiyacı var. Bax, burada nəfər gördüyünüz kimi numerativ sözdür, amma kəmiyyət fərqi, say fərqi yaratmayıb. 5 nəfər işçi deyirsə, elə 5 nəfər işçidə nəzərdə tutulur. Ustalar qısa zamanda tikdikləri 3 göz otağı təhvil verdilər. 3 göz otaq, yəni 3 otaq mənasındadır. Elə 3 olaraq da düşünürük, kəmiyyət fərqi yaratmır. Həmidə xala bayram günü bir qazan plov bişirdi. Bir qazan plov elə 1 nəzərdə tutulur, kəmiyyət fərqi yaratmır. Qazan burada numerativ sözdür. Uzaqdan bir dəstə atlı görünürdü. Bax, doğru cavabımız olacaq D variantı. Bir dəstə atlı deyəndə, burada dəstə numerativ sözdür, amma kəmiyyət fərqi yaradıb. Bir dəstə atlı deyəndə bir atlı nəzərdə tutulmur. Həsən bir stəkan su içdikdən sonra özünə gəldi. Bir stəkan su elə bir stəkan kimi nəzərdə tutulur, yəni 1 olaraq düşünə bilirik. Deməli, ikinci sualımızın doğru cavabı olacaq D variantı. Numerativ söz kəmiyyət fərqi yaradıb. Üçüncü sualımızdan tanış olaq. Baş sözü hansı cümlədə həqiqi mənada işlənmişdir? Biz bilirik ki, baş sözü çox mənalı sözdür. Yəni, həqiqi mənası ilə yanaşı məcazi mənası da var. Baxaq görək, harada həqiqi mənada işlənib. Dağların başında bulud qaynaşmağına baxmayaraq hava isti idi. Dağın başı bildiyiniz kimi məcazi mənadadır. Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Kəhriz başında, kəhrizin başı burada da məcazi mənadadır. Baş həkim xəstənin bu sözlərindən daha da həyəcanlandı. Həmçinin burada da məcazi anlamda işlənib. Nümayişçilər şəhərin baş küçəsinə doğru irəliləyirdilər. Küçənin başı mənasında, baş küçə məcazi mənadadır. Baş bədənin tacıdır. Gözlər onun daşqaşı. Burada gördüyünüz kimi baş insanın bədən üzvüdür və həqiqi mənasında işlənib. Doğru cavabımız olacaq E variantı. Dördüncü sualımızdan tanış oluruq. Dördüncü sualda bizə deyir ki, mürəkkəb feil işlənən cümləni müəyyən edin. Mürəkkəb feil axtarırıq. Qoy həqiqəti bilməyənlər bilsinlər. Burada mürəkkəb feil yoxdur. Bilsinlər, bilməyənlər. Burada sadə feillərdir. Xəstənin vəziyyəti artıq yaxşılaşmışdı. Yaxşı sifətindən yaxşılaşmaq feili düzəlib.
Da düzəltmə feildir, mürəkkəb feil yoxdur. Səhər açılarkən günəş şüaları pəncərədən içəri daxil olurdu. Bəli, daxil olmaq mürəkkəb feildir. Doğru cavabımız olacaq C variantı. Ürək kövrəkləşir sən oxuyanda, sən də dinləsəydin, mən oxuyanda, dinləsəydin, dinləyəndə dinmirik. Yəni dinləmək sadə feildir. Oxuyanda həmçinin sadə feildir. Kövrəkləşmək düzəltmə feildir. Yəni burada düzəltmə və sadə feillər görürük. Mürəkkəb feil yoxdur. İkinci zəng vurulduqda sərnişinlər vaqonlara mindilər. Vurulduqda mindilər sadə feillərdir. Mürəkkəb feil yoxdur. Doğru cavabımız olacaq C variantı. 5-ci sualımızdan tanış olaq. Hansı nümunədə zaman şəkilçisi düzgün göstərilməmişdir? Gördüyünüz kimi altından xətt çəkilib, işarələnib və bizə deyir ki, hansı nümunədə zaman şəkilçisi düzgün göstərilməmişdir? A variantında qeyd olunur. Köçək kənarında yarpızlar bitmişdi. Nə etmişdi? Bitmişdi. Bəli, mış keçmiş zaman şəkilçisidir. D isə idinin qısaldılmış formasıdır, yəni hissəcikdir. Doğrudur. Qoşun yavaş-yavaş gözdən itirdi. Nə edirdi? Gözdən itirdi. Bax, burada ır indiki zaman şəkilçisidir. D isə idinin qısaldılmış formasıdır, yəni hissəcikdir. Ona görə yanlış olan məsələ B variantıdır ki, B variantında zaman şəkilçisi düzgün göstərilməmişdir. Olsaydı ki, qələmini itirdi, itməkdən itirmək, bu zaman biz ırı leksik şəkilçi kimi düşünərdik. Bəli, D zaman şəkilçisi olardı. Amma mövcud hal-hazırda verilən nümunədə ır zaman şəkilçisidir. Getdikcə Mirzə Valih bir asıllıq, bir məhkumluq hiss edirdi. Nə edirdi? Hiss edirdi. Bəli, ır indiki zaman şəkilçisidir, D isə hissəcikdir, doğrudur. Bələdçi turistləri yoldan keçirdi. Nə etdi? Keçirdi. Bəli, burada keçməkdən keçirməkdir. Bax, özü keçirdi olsa, ır zaman şəkilçisi olar, D hissəcik olar. Amma yoldan keçirdi, keçməkdən keçirmək. Bu zaman biz ırı leksik şəkilçi kimi düşünürük. D isə zaman şəkilçisidir, doğrudur. Həyəcan getdikcə artırdı. Nə edirdi? Artırdı. Bəli, ır zaman şəkilçisi, indiki zamanın şəkilçisidir. D isə hissəcikdir. 5-ci sualımızın doğru cavabı olacaq B variantı. 6-cı sualımızdan tanış olaq. Amonim sözlər cərgəsini müəyyən edin. Bilirsiniz ki, amonim sözlər miq və sertifikasiya imtahanları üçün aktual bir mövzudur. Mütləq sual olaraq təqdim olunur. Amonim sözlər nədir? Ümumiyyətlə, yazılışı, deyilişi, vurğusu, başlanğıc forması eyni olur, amma mənasına görə fərqlənən sözlərdir. A variantında yaş, daş və könül sözləri təqdim olunub. Bəli, yaş sözü amonim sözdür, nəm mənasında sifətdir. Bir də insanın yaşı isim kimi olar. Daş, daşmaq feili kimi, həmçində isim daş, amma könül sözünün amonimliyi yoxdur. Demək ki, A variantı yanlışdır. Bənd, sarı və yad. Bəli, bənd sözü amonim sözdür, bir şeirin bəndi. Həmçinin də çayın bəndi kimi işlədə bilərik. Sarı, sarı rəng, həm də sarmaq feili kimi. Yad, insanın yadı, yaddaşı mənasında. Bir də yad insan sifət kimi işlədə bilərik. Doğru cavabımız da məhz B variantıdır. Divan, divanın amonimliyi var. Bəli, əşya divan. Həmçində ədəbiyyatda şeir toplusu divan olar. Cəza mənasında da ola bilər. İnsan sözünün amonimliyi yoxdur. Alışmaq sözü bəli amonim sözdür, öyrəşmək mənasında, bir də alışmaq, alovlanmaq mənasında olar. Amma insan sözünün amonimliyi olmadığına görə bu variantı da çıxırıq. Ürək, ay və ev. Ürək sözünün amonimliyi yoxdur. Ay sözünün amonimliyi olarmı? Bəli, göydəki ay, bir də bildiyimiz ay, təqvim, yəni sentyabr, oktyabr anlamında. Ev sözünün amonimliyi varmı? Xeyr. D variantında çıxırıq. Gül, kənd, sol. Gül sözünün amonimliyi var. Bəli, gülmək, bir də gül çiçək mənasında, feil və isim kimi. Kənd sözünün amonimliyi yoxdur. Sol sözünün amonimliyi varmı? Bəli, feil kimi solmaq, həmçində tərəf mənasında işlənir. Deməli, bütün sözlər amonim olan variantımız hansı olacaq? B variantı olacaq. 6-da doğru cavabımız B variantı. 7-ci sualımızdan tanış olaq. Hansı sözdə leksik şəkilçilərin sayı daha çoxdur? Bizdən sadəcə şəkilçinin sayını soruşmur. Deyir ki, leksik şəkilçilərin sayı çoxdur. Demək ki, sözləri tərkibinə görə təhlil etməliyik. Baxaq. Bağlantı sözündə sözün kökü bağdır, bağ ismi.
Bağdan bağlamaq, bağlanmaq, bağlantı. 3 dənə leksik şəkilçimiz var. Sonra B variantında salamlaşdılar. Sözün kökü salamdır. Salamlayırsan ki, salamlaşırsan, salamlaşdılar. 2 dənə leksik şəkilçimiz var. Ucaldır sözündə sözün kökü ucadır. Ucadan ucalmaq, ucaltmaq, ucaldır. Qrammatik şəkilçidir. 2 leksik şəkilçimiz var. D variantına diqqət edək. Sözün kökü dost ismidir. Yadda saxlayaq ki, biz bilirik ki, laşdı, landı, bu kimi şəkilçilər bəzən parçalanır, 2 leksik şəkilçi kimi götürülür, bəzən də 1 leksik şəkilçi kimi götürülür. Dilimizdə dostlamaq sözü yoxdur. Ona görə də biz laşı bütöv götürəcəyik. Dostlaşdı, dostlaşdıq. Demək ki, bu sözdə 1 leksik şəkilçimiz var. Yaşadır sözündə yaşımın üstünə yaş gəlir ki, yaşayıram. Yaşdan yaşamaq, yaşatmaq, isə qrammatik şəkilçidir. Burada isə 2 leksik şəkilçimiz var. Bizə deyir ki, hansı sözdə leksik şəkilçilərin sayı daha azdır? Demək ki, doğru cavabımız olacaq D variantı. 1 leksik şəkilçi var. 8-ci sualımızdan tanış olaq. Nümunədə işlənməmişdir. Nümunədə deyir işlənməyib, yoxdur. Yəni, baxaq. Səadət kamalla yetişər başa, xalqa hörmət ilə, ədəblə yaşa. Nizami Gəncəvidən nümunədir. Deyir, düzəltmə fiil var, bəli, elə yaşdan yaşamaq. Bəli, doğrudur. Düzəltmə zərf var, deyir, bəli, ədəblə yaşa. Necə, nə cür? Ədəblə yaşa. Ədəb ismindən ədəblə. Lalə zərf düzəldən şəkilçisi, yəni lalə burada zərf düzəldən leksik şəkilçidir. Bəli, düzəltmə zərf var. Toplu isim var, bəli, xalq. Toplu isimdir, doğrudur. Köməkçi nitq hissəsi var, bəli, səadət kamalla yetişər başa, kamal ilə yetişər başa. Burada biz görürük ki, ilə qoşması var. Təsriflənməyən fiil xeyr. Nümunədə təsriflənməyən fiil yoxdur. Yəni, məsdər, fiili, sifət, fiili bağlamanı görmürük. Doğru cavabımız olur Y variantı. 9-cu sualımızdan tanış olaq. Durğu işarələri ilə bağlıdır. Nümunədə deyir, hansı durğu işarələri buraxılmışdır? Buraxılan durğu işarələrini istəyir bizdən. Dərman bitkiləri, yəni it burnu, çay tikanı, çoban yastığı, zəncirotu respublikamızın müxtəlif bölgələrində bitir. Gördüyünüz kimi it burnu, çay tikanı, çoban yastığı, zəncirotu həmciz üzvlərdir. Həmciz üzvlər sadalanma varsa, demək ki, biz vergüldən istifadə edəcəyik. Həmçin biz burada yəni aydınlaşdırma bağlayıcısını görürük və burada həmciz üzvlərin qarşısında işlənib, həmciz üzvlərdən əvvəl işlənib, bir növ həmciz üzvləri ümumiləşdirir. Dərman bitkiləri, yəni-dən əvvəl biz bilirik ki, vergül qoyuruq, ümumiləşdirir, qoşa nöqtə, həmciz üzvlərdən əvvəl işlənirsə qoşa nöqtə qoymalıyıq. İt burnu, vergül, çay tikanı, vergül, çoban yastığı, sadalanma var, çoban yastığı, zəncirotu respublikamızın müxtəlif bölgələrində bitir. Gəlin indi say müəyyən edək. Qoşa nöqtədən istifadə olunub. Vergülləri sayaq. 1, 2, 3, 4. 4 də vergüldən istifadə olunub. Doğru cavabımız olacaq B variantı. 10-cu sualımızdan tanış olaq. 10-cu sualda quruşca sadə olan cümləni istəyir bizdən. Bəli, biz bilirik ki, cümlələr quruşuna görə sadə və mürəkkəb olur. A variantında deyir ki, bilikli olmaq azdır, gərək bilikdən istifadə etmək bacarasan. Burada 2 tərkib hissə var. Deyir, bilikli olmaq azdır. Deməli, azdır nə? Bilikli olmaq. Gərək bilikdən istifadə etməyi bacarasan kimsən? Gördüyünüz kimi, məsələn, ikinci cümlənin fiili bacarasan, birinci cümlənin mübtədası ilə əlaqələnmir. Cümlənin 2 tərkib hissəsi var. Demək ki, mürəkkəb cümlədir. Elmdə ən yeni, ədəbiyyatda isə ən qədim kitabları oxu. Bəli, sadə cümlədir. Elmdə ən yeni, ədəbiyyatda isə ən qədim kitabları oxu. Sadə bir cümlədir. Bir tərkib hissədən ibarətdir. Axı, mən həmişə deyirdim ki, bu əla ideyadır. Biz burada kini görürük. Aydınlaşdırma bağlayıcısı, tabilik bağlayıcısıdır və tabili mürəkkəb cümlədir. Ümumiyyətlə, 2 aydınlaşdırma bağlayıcısı sadə cümlədə işlənmir. Mürəkkəb cümlədir. Dost, düşmən seçilər, vətən seçilməz. Seçilər kim? Dost, düşmən, seçilməz nə? Vətən. Gördüyünüz kimi tərəflərin ayrı-ayrı, yəni bax, seçilər
Feili dost düşmən mübtədası ilə əlaqələnir. Seçilməz isə vətənlə əlaqələnir. Mürəkkəb bir cümlədir. Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə günəş batır. Biz nə görürük burada? Əgər bağlayıcısını görürük. Şərt bağlayıcısıdır, tabiilik bağlayıcısıdır və demək ki, tabiili mürəkkəb cümlədir. Doğru cavabımız olur B variantı. 11-ci sualımız. Ardıcılığı nəzərə almaqla nümunələrdə altından xətt çəkilmiş sözlərin hansı nitq hissələrinə aid olduğunu müəyyən edin. Altından xətt çəkilən sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirəcəyik, həm də ardıcılığa riayət etməliyik. Nə gözəl yaraşır Muğana Ceyran. Siz bilirsiniz ki, nə köməkçi nitq hissəsi, yəni nə amonimdir, həm nə ədat kimi işlənir, həm də sual əvəzliyi kimi işlənir. Burada gördüyünüz ki, sual məqsədi işlənməyib, sadəcə cümlənin təsir gücünü artırır. Nə gözəl yaraşır Muğana Ceyran. Gözəl yaraşır Muğana Ceyran. Nə gözəl yaraşır Muğana Ceyran. Gördüyünüz kimi nə? Burada ədatdır. Sonra nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. Nə də. Nə də inkarlıq bağlayıcısıdır. Siz bilirsiniz ki, inkarlıq bağlayıcısı cümlədə işlənərsə, feillər təsdiqdə olmalıdır. Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. Yəni, bir işıq görünmür, həyat səsi eşidilmirdi. Biz inkarlıq bağlayıcılarını cümlədən çıxaranda gördüyünüz kimi feillər avtomatik olaraq inkara keçir. Hal-hazırda təsdiqdədir, çünki inkarlıq bağlayıcısı var. Bir işıq görünmür, bir həyat səsi eşidilmir. Və yaxud da deyək ki, nə də inkarlıq bağlayıcılarını biz cümlədən çıxarsaq, əgər cümlədəki feilləri inkarda işlətməsək, artıq təsdiq anlamında işlənir. Bir işıq görünür, bir həyat səsi eşidilirdi. Səndən yaxşılıqdan başqa nə görmüşəm? Gördüyünüz kimi sual cümləsinin daxilində işlənib. Səndən yaxşılıqdan başqa nə görmüşəm? Sual məqsədi ilə işlənib, sual əvəzliyidir. Demək, ardıcılığı necə müəyyənləşdirəcəyik? Birinci nə ədatdır, nə də inkarlıq bağlayıcısıdır. Sonuncu cümlədəki nə isə sual əvəzliyidir. Doğru cavabımız olacaq B variantı. 12-ci sualımızdan tanış olaq. 12-ci sualda bizə deyir ki, mübtədası konkret isimlə ifadə olmuş cümləni müəyyən edin. Deməli, mübtəda konkret isimlə ifadə olmalıdır. Sonraki peşmançılıq fayda verməz. Fayda verməz nə? Peşmançılıq. Peşmançılıq bilirsiniz ki, mücərrəd isimdir. Yəni, biz gözlə görə bilmirik. Ehtiyat igidin yaraşığıdır. İgidin yaraşığıdır nə? Ehtiyat. Mücərrəddir. Böyük düşüncələr böyük hisslərdən yaranır. Yaranır nə? Düşüncələr. Düşüncə bildiyiniz kimi mücərrəddir. Həqiqi dostluq mənəvi fədakarlıqdır. Fədakarlıqdır nə? Dostluq. Dostluq mücərrəddir. Müdrik adam özünə rəva görmədiyi işi başqasına da görməz. Görməz kim? Adam. Adam isə konkret isimdir. Doğru cavabımız olacaq Y variantı. 13-cü sualımızdan tanış olaq. Hansı cümlələrdə nam çıxışlı hal şəkilçisinin tələffüz formasıdır? Rüstəmlə yola getmək çox çətindir. Rüstəmlə yola getmək çox çətindir. Rüstəmdən deyə bilmirik. Rüstəmlə yola getmək çox çətindir. Yəni biz burada qoşmalı söz kimi düşünə bilərik Rüstəmlə. Bir yanlışdır. Biri çıxışlı hal şəkilçili söz kimi düşünə bilmərik. O qapını döyüb ehtiyatla içəri daxil oldu. O qapını döyüb ehtiyatla içəri daxil oldu deyə bilərik. Ehtiyatdan deyə bilmərik. Ona görə ehtiyatla da düzəltmə səhvdir. İkini də düşünə bilmirik. Bunu rəhmətlik atandan soruşarsan. Bunu rəhmətlik atandan soruşarsan. Bəli, çıxışlı hal şəkilçisinin tələffüz forması ola bilər. Doğrudur. 3-ü götürürük. 4-də deyir ki, anamdan gəzməyə getdim. Anamdan gəzməyə getdim deyə bilmirik. Anamla gəzməyə getdim. Yəni qoşmalı söz kimi düşünürük. Bu kitabı evin yanındakı dükandan almışam. Bu kitabı evin yanındakı dükandan almışam. Bəli, çıxışlı hal şəkilçisinin tələffüz forması ola bilir. Yəni çıxışlı hal şəkilçili söz kimi düşünə bilirik. Dükandan almışam deyə bilirəm. Bu sözlər işıqlı gələcəyə inamdan xəbər verir. Bəli, bu sözlər işıqlı gələcəyə inamdan xəbər verir. Çıxışlı hal şəkilçili söz kimi götürə bilirik. Doğrudur.
Deməli, bizim doğru cavabımız olacaq, hansı olacaq? 3, 5, 6 olacaq. 3, 5, 6-dakı cümlələrdə nanı çıxışlı hal şəkilçisinin tələffüz forması kimi düşünə bilirik. A variantı. 14-cü sualdan tanış olaq. Vurğusu dəyişməklə mənası dəyişən sözü müəyyən edin. Bəli, siz bilirsiniz ki, vurğusu dəyişməklə mənası, hətta nitq hissəsinə mənsubluğu dəyişən sözlərimiz var. Və biz bu sözləri amonim hesab etmirik təbii ki. Burada doğru cavabımız olacaq A variantı. Elektrik sözüdür. Bir, vurğunu biz ikinci hecada düşünə bilərik. Bir də biz vurğunu sonda düşünə bilərik. Əgər vurğunu ikidə düşünürüksə, elektrik sənayesində işləyən şəxs mənasındadır. Amma vurğunu sonda düşünürüksə, enerji növü kimi düşünürük. Hər iki halda da nitq hissəsi isimdir. Amma digər sözlərdə vurğusu dəyişməklə mənası dəyişmək məqamını görmürük. Çünki mürəkkəb sözündə vurğu sadəcə sondadır. Buruq sözündə sondadır. Sonra sözündə əvvəldədir. Sakit sözündə də sondadır. 15-ci sualımız. Hallana bilməyən əvəzliyi müəyyən edin. Hallana bilməyən əvəzliyimiz hansı olacaq? Hər təyin əvəzliyi olacaq ki, həri biz hallandıra bilmirik. Heç kimin, kimsənin, hamının, hamıya, nəyin, nəyə və s. digər əvəzliklərimizi hallandıra bilirik. 16-cı sualımız. İsimləşmiş sifət işlənən cümləni müəyyən edin. Bəli, biz bilirik ki, sifət isimləşə bilir, say isimləşə bilir, ism əvəz edə bilir. Həmçinin ismin özü sifətləşə bilir. Gəlin baxaq, isimləşmiş sifət istəyir bizdən. Sifət isimləşəndə artıq ismin sualına cavab verir, ismə aid şəkilçiləri qəbul edir, amma təbii ki, nitq hissəsinə mənsubluğunu qoruyub saxlayır. Yəni, yadda saxlayaq ki, isimləşmiş sifəti biz isim hesab edə bilmərik. Yenə də qrammatik mənası sifət olaraq qalacaq. A-ya diqqət yetirək. Oxuyanlar bizim məktəbin şagirdləri idilər. Bəli, burada biz isimləşməni görürük, amma feili sifətin isimləşməsidir. Oxuyan şagirdlər bizim məktəbin şagirdləri idilər. Oxuyan uşaqlar bizim məktəbin şagirdləri idilər. Baxın, burada gördüyünüz kimi feili sifətin isimləşməsini görürük. Oxuyan feili sifətdir. Bizə deyir, isimləşmiş sifət olsun. Doğru söz acı olar. Hansı söz? Doğru söz. Burada gördüyünüz kimi sifət doğrudur və isimləşmə yoxdur. Sifət elə öz sualına cavab verir və isim cümlədədir. Doğruya zaval yoxdur. Bəli, doğru cavabımız olacaq C variantı. Doğruya zaval yoxdur. Doğru insana zaval yoxdur. Sifət özündən sonraki ismini itirib və ismi əvəz edib. İsmə məxsus olan şəkilçini qəbul edib. Doğruya zaval yoxdur. Kimə? İsmin sualına cavab verir. Amma nitq hissəsi baxımından təbii ki, doğru yenə sifət hesab olunur. Daş hasar bugün yol boyu uzanırdı. Daş hasar bütün yol boyu uzanırdı. Burada diqqət yetirirsinizsə, daş sözü hasar bütün yol boyu uzanırdı. Hansı hasar? Daş hasar. Burada daş isimdir. İsmin sifətləşməsini görürük. Bizə lazımdır ki, isimləşmiş sifət olsun. D variantında isə ismin sifətləşməsini görürük. İsmailzadə deyir ki, bu il böyük bir saray tikəcəyik. Tikəcəyik nə? Saray. Sarayı tikəcəyik. Hansı saray? Böyük saray. Burada gördüyünüz kimi sifət elə öz sualına cavab verir. Yəni sifətin isimləşməsini görmürük. Doğru cavabımız olur C variantı. 17-ci sualdan tanış olaq. Nümunədə işlənmiş feillər hansı şəkildədir? Feilin şəklini istəyir bizdən. Qarşımda dalğalı dərin bir ünvan, ünvanı sarsıdır bir acı tufan. Bəyaz köpükləri bir çiçək yapan, şeirdən xülyadan necə əl çəkim? Deməli, biz burada görürük ki, əl çəkim, mən əl çəkim, əmr şəklindədir. Sarsıdır, zaman şəkilçisini görürük, xəbər şəklindədir. Bəyaz köpükləri bir çiçək yapan, bu isə təsriflənməyən feildir. Bizə lazımdır ki, təsriflənən feillərin şəklini istəyir bizdən. Deməli, xəbər şəkli olacaq, bir də əmr şəkli olacaq. Doğru cavabımız B variantıdır. 18-ci sualdan tanış olaq. İsmi xəbərli, nəqli cümləni müəyyən edin. İsmi xəbərli olmalıdır, yəni feili xəbərli götürmürük. İsmi xəbərli, nəqli cümləni müəyyən edin. Birincisi, diqqət yetirək ki, B variantında sual cümləsi var. Demək ki, bu nəqli cümlə deyil. Yəni, sual duruq işarəsini görürük.
və bu sual cümləsidir. Həmçinin Y variantında nidanı görürük. Demək ki, nida cümləsidir. Nəqli cümlə ola bilməz. Ümumiyyətlə durğu işarəsi varsa, mənimlər qurtardı. Yəni sual varsa sual cümləsidir. Nida varsa nida cümləsidir. Digərlərinə nəzər yetirək. Anar bütün el obanın sevimlisi idi. Sevimlisidir. Bəli, nəqli cümlədir və ismi xəbərlidir. Doğru cavabımız A variantıdır. C variantına diqqət yetirək. Onlar səbirsizliklə imtahan nəticələrini gözləyirdi. Burada diqqət yetirirsinizsə, gözləyirdi və bu feili xəbərdir. İndi deyir Ənisə çətin qərar verməli idi, həmçinin də feili xəbərdir. Yəni feili xəbərli cümlələri götürmürük. Doğru cavabımız olur A variantı. 19-cu sualdan tanış olaq. Özünü itirmək frazoloji birləşməsinin sinonimini müəyyən edin. Özünü itirmək frazoloji birləşmədir və sinonim müəyyənləşdirməliyik. Yadda saxlayaq ki, frazoloji birləşmənin sinonimi də, antonimi də frazoloji birləşmə olmalıdır. Nə edəcəyini bilməmək bu frazoloji birləşmə deyil. Ona görə götürmürük. Həmçinin çaşıb qalmaq frazoloji birləşmə deyil. Mürəkkəb feilləri biz frazoloji birləşmənin sinonimi olaraq götürə bilmərik. Özündən getmək isə halı pisləşmək mənasını verir. Sinonimi olmaz. Taqətdən düşmək, yorulmaq mənasını verir və təbii ki, doğru cavabımız olacaq ağlı qarışmaq. Ağlı qarışmaq, bəli, özünü itirmək frazoloji birləşməsinin sinonimi olar. 20-ci sualımız aktual sual, həmişə ibtidai sinif müəllimlərinə verilən bir sualdır ki, sual tipidir. Hansı birləşmənin son samiti cingiltili tələffüz olunur? Deyir, hansı söz birləşməsinin son samiti cingiltili tələffüz olunur? Biz bunu necə müəyyən edirik? Yadda saxlayaq ki, mənimlər, ikinci tərəfə diqqət yetirirsiniz. Əxlaq nümunəsi, ikinci tərəf, əsas tərəf, yəni əsas tərəfdəki söz samitdən başlayır. Həmçinin B variantında çörək qoxusu, ikinci tərəf samitdən başlayır. D variantında tüfəng lüləsi samitdən başlayır. Y variantında otaq havası samitdən başlayır. Əxlaq nümunəsində ikinci tərəf samitlə başlayır deyənə əxlaq, yəni son samit cingiltili yox, kar tələffüz olunacaq. Çörək qoxusu, ikinci tərəf gördüyünüz kimi samitlə başlayır deyənə çörək qoxusu kar şəkildə tələffüz olunacaq. Tüfəng lüləsi həmçinin samitlə başlayır, cingiltili tələffüz olunmaz, kar tələffüz olunacaq. Otaq havası, yenə ikinci tərəf samitlə başlayır deyənə kar tələffüz olunacaq. Amma C variantında diqqət yetiririksə, ikinci tərəf saitlə başlayır deyənə ərik ağacı cingiltili şəkildə tələffüz olunacaq. Amma ikinci tərəf samitlə başlasaydı, ərik ağacı kar şəkildə tələffüz olunardı. Yəni ikinci tərəf samitlə başlayan söz olsaydı, ih formasında kar tələffüz olunardı. Amma mövcud vəziyyətində saitlə başlayır deyənə cingiltili tələffüz olunur. Diqqətiniz üçün təşəkkür edirəm müəllimlər. Ümid edirəm hər biriniz üçün sınavın izahı faydalı oldu. Uğurlar arzu edirəm.